Çox artıq son vaxtlar səs tellərinə çox böyük zərbədir. Səs Oxuyub tellərinizdə oynamaq. nə eləmiş əməliyyat? Bir il bundan qabaq eləmişdim əməliyyat. Nəyə Səs görə? tellərimdə polipdən kistə var idi. Amma yenə düyünlər təəssüflər olsun əmələ gəldi. Nədən yaranır? Orada nədən yaranır o? Bilirsiniz, məsəl üçün tibbi cəhətdən baxsaq, doktor deyir, məsəl üçün düz vaxtında məsəl üçün fizioterapiyalar eləməmisiz, səs terapiyalarını. Amma vokalistlər deyir, burada nəfəs problemi var. Hər halda harası müdaxilə olunursa, bu bərpa olması çətin olur. Bir çox müğənnilər də görürsünüz, məsəl üçün onları əməliyyat eləmir, müalicə eləyirlər. Siz əməliyyat elədiniz. Amma mən riskə getdim, dedim, yox, əməliyyat etmək çətindir. Çünki mən mezzo-soprano səsdir, rahat oxuyurdum özüm üçün. Klasik rahat musiqiləri. oxuya bilmirsiniz? İndi rahat bilirsən necə. Ya dayanıb oxumalıyam, Nəfəs. oynadımsa, səs qaralır ümumiyyətlə.